Xanımlar, danışanda naz qəmzə ilə danışmayın. Səsinizi əzib büzməyin. Niyə? Fəyətmə'ullezî fî qəlbihi məraz. O insan ki qəlbi xəstədir, sizin o naz qəmzövzə qarşı tamaha düşəcək. Qadınlar gərək məsələyə diqqət eləsinlər, ha? Qadınlar gərək məsələyə diqqət eləsinlər. Mən bu məsələnin üstündə biraz dayanım. Xanımlar bu məsələdə biraz diqqətli olsunlar. O cümlədən danışanda birinci xanım gərək səsinə diqqət eləsin. Birinci xanım gərək səsinə diqqət eləsin. Normal səviyyədə danışsın. Çünki xanım o gücə malikdir ki, səsini dəyişdirsin və biraz naz qəmzəli çıxartsın. Bu bir dənə şeytani vəsvəsədir ki, xanımlardan baş verər. Hər kim bu cür eləsə, deməli şeytanın tələsinə düşüb və o formaya düşməklikdə şeytan bunu formalaşdırır. Gərək xanım diqqət eləsin. Danışanda xanımlar naməhrəmdən gərək ən azından naməhrəmin üzünə baxmasın. Görsən tərəf kişi üzünü oyda çevirir, başını aşağı salır, xanım çənəsinin altına girir onu. Məsələ soruşursan, soruş. Söz soruşursan, soruş. Amma abır həyalı qoruya-qoruya soruş. Naməhrəmlə çənə-çənəyə danışma. Çünki Allah deyir, fəyətmə'ullezî fî qəlbihi mərazun. Sənin bu addımın qəlbində xəstəlik olanlarda tamah oyadacaq. Həm sən harama düşəcəksən, həm o harama düşəcək. Və bu səslə əlaqəli bir məsələdir. Çünki Allah sırf qeyd edir, fəla təxdəğnə bil qavl. Səsinizi əzib büzməyin. Söz danışandan az qəmzə ilə danışmayın. Bunun içindən çıxardın digər məsələləri, xanımlar. Bir cür geyinməyin ki, naməhrəm məcbur olsun sənə baxmağa. Çünki mən demirəm, öyle mütləq budur ki, yox, elə yer üzü hamısı mömindir, heç kim naməhrəmə baxmır. O istisnaya hallal olur. O Əlman dedi ki, lan fərz edək bir nəfər indi çılpaq gezir, o dəlidir də, o xəstədir də, o xəstəyə ki adam söz deməz. Sən ki xəstə deyirsən, baxma, bu cür deyil axı, sənə qurban olun, belə çoxumuz xəstəyə yaxır. Ən azından, aleykümselam, sən də bir cür şərait yaratmayla ki, naməhrəm sənə baxsın. Bir cür yeriməklə ki, naməhrəm sənə baxsın. Bir cür ayaqqabı almaqla ki, yeriyəndə ayaqqabının tıqqıltısı küçəni başına götürsün. Sən bunlara diqqət elə, naməhrəm də əlindən gələn qədər özünə diqqət eləsin də. Həzrəti Yusuf dedi ki, İnnən nəfsələ əmmarətun bissu. Dedi, mən hətta və ma ubarri'u nəfsi, özümə bəraət vermirəm. Mənim belə nəfs müqabilində acizliyim var. O Yusuf ki, bizim nisbətimizdə yox ha, biz uşaqıq ondan müqayisə olmağa. Peyğəmbərlərin içində təqvası ilə təqva qəhrəmanı olaraq peçatın qoydu. O Yusuf deyir və ma ubarri'u nəfsi. Mən özüm özümə belə gücüm çatmaqdan acizəm. İlla ma rəhimə Rəbbi. Yalnız o zaman ki Allah'ın mənə rəhm eləyə. İnnəllaha qafurun rəhim. Çünki Allah bağışlayan və rəhm eləyən Allah. Əgər Allah rəhmətin mənə yönəltsə də, onda mən hər şeyə qələbə çala bilərəm. Yox, əgər yönəltməsə onda çətindir. Ona görə xanımlar fikirləşməsinlər ki, elə hafta namaz qılandı da bu da daha belə eləmir ki, yox. Tezə dəb çıxıb xanımlar üçün. Məscidin qapısına qədər gəlirlər, orada başlarına bir çalma atırlar. Girirlər məscidə. Məsciddən çıxandan sonra elə orada qapının ağzında o çalmaların, hicabların, çadraların çıxardırlar, düzəlirlər yollarına. Mən bu cür müraciət edirəm xanımlara. Ya budur ki, o cür məscidə gəlmə. Çünki xəstələri də xəstəliyə salırsan, xəstəliklərini artırırsan. Ya da budur ki, çıxandan sonra əgər başla atmaq fikrin varsa, insafın olsun. Ən
azından evəcən ged evdə aç Çün get bir dənə qıraqdan bax, heç kişilər kimi demirəm, bir dənə qadın kimi get qıraqdan bax, gör nə eybəcər görükür, məsciddən çıxan kimi soyunursan, yığırsan sulkova çıxır gedirsən. En azından bunu nəzərə aldırın ki, bəzi insanlar var ki, fi qulubihim mərazun, onların qəlblərində xəstəliyi var. Gələrsən məscidə bir formada, gedərsən bir formada. Hələ bəziləri var, o bəziyyətin də mən işarəsini deyim, sonra deyərlər bizə işarə eləmədi. İnciyərlər ki, bizim adımızı çəkmədi. Bəzi xanımlar var elə, Allaha şükür hicabdadılar. Mən bilmirəm necə deyim bu sözü, biraz Allah'tan qorxuram. Qorxmasaydım deyərdim, heç kaş olmayırlar hicabda. Kaş bir hicab gezeydiler. Ama o cür paltar geyinmeyirler. O cür hicab bağlamayırlar. Saç, üzr istəyirəm mən dönə-dönə sizdən. Naməhrəm qadının saçı o qədər nəzər cəlb eləmir. Bugünkü o bəzəkli hicablar nəzər cəlb edir. Bu biabırçılıqdır bu. Başı açıq olsaydı o qədər nəzər cəlb eləməyəcək. Bugün hicab əksinə bir dənə biabırçı vitdə gəlib çıxıb millətimiz. Bilirsiniz niyə? Çünki hicab dərsin, hicabın ustadından öyrənmədik. Seriallardan öyrəndik, Avropalardan öyrəndik. Bugün də oldu hicablarımızda da. Ona görə bu. Hadin serialından baş bağlamaq oynandı xanımlar. Xanım Zəhra, baxın tarixə mən öz tərəfimdən doğrudan mən dəhşətə gəldim o hədisi oxuyanda. Xanım Zəhra evdən bayra çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Bir dənə çadıra budur ki, daha kifayət eləyərdi qadına. Tamam məracim, fətvası da budur, fikri də budur, hamısının hökmü də budur ki, ən kamil icab forması çadıradır və bir çadıra elə qadının formasının bilinməyə qoymaz. Və bir tərəfdən mənə çox təəccüblü gəldi bu hədis ki, xanım Zəhra evdən çıxanda 1, 2, 3, 4, 5, 7 dənə çadıranı üst-üstə atardı. Amma başqa bir hədis yadıma düşdürmür, belə olmalı da. Bir xanım ki, peyğəmbərlər onun qapısına möhtacdılar, o gərək 7 çadıra ilə çıxalar. Gərək budur olsun. Xanım Zəhra da budur olmalı mı? Gəlin hicab dərsin, hicabı bizə irs qoyan yiyəsindən öyrənək. Hicab dərsin, xanım Zeynəbdən, xanım Zəhradan, baxın, bunu mən dəfələrlə demişəm, bir dənə xanımımız bir dənə müşkilə düşsən namazı qəzaya gedir. Bir dənə adi müşkil çıxan kimi xanımların qabağına namazı qəzaya gedir. Xanım Zeynəb Mədinədən çıxdığı gündən ta azad olan əsarətdən azad olduqları günə qədər ki, onun içində tasuası var, onun içində aşurası var ki, bunlar hələ asan deyil. Tasu, aşura, İmam Hüseyin Aleyhisselamın şəhadəti, Həzrət Əbəlfəzin şəhadəti xanım Zeynəb üçün adi bir şeydir. Çünki bir kəlməsi vardı xanımın, rizən bi qəzak, Allah sən yazana biz razıyıq. Bunlar adidir. Xanımın müsibəti əsirlikdən başladı. İmam Hüseyin ruhi bədənindən çıxana qədər xanım Zeynəbə bir kəlmə heç kim söz deməmişdi. Bir kəlmə xanım Zeynəblə heç kim üz-üzə gəlməmişdi. Gələnlər Həzrət Əbəlfəzlə üzləşmişlər İmam Hüseyin. Kərbəlaya gedənlər görüblər, getməyənlərə də Allah nəsib eləsin inşallah. Aşuradan qabaq ki, İmam Hüseyin gəldi Kərbəlaya, öz xeyməqahını qurdu, o çadırların qurdu. Gedəndə inşallah o yer durur da, o forma orada durur. Həzrət Əbəlfəzin xeyməsi girəcəkdir. Birinci xeymə Həzrət Əbəlfəzin. Qapı bu idi. İmam Hüseyin Aleyhisselamın yanına gəlsələr belə Həzrət Əbəlfəzi görməmiş keçməzdilər. Həzrət Əbəlfəz icazə versəydi bir nəfər İmam Hüseyini görə bilərdi. Verməsəydi görməzdi. Onda heç kim xanım Zeynəb görməmişdir. Xanım Zeynəbin müsibəti o əsirlikdən başladı. O qamçılar altında başladı xanım Zeynəbin müsibəti. Amma vacibisin yox. Heç gecə namazını da qəzaya vermədi.
Heç bir naməhrəm xanım Zeynəb elə Əlinin evində necə o formasında da qaldı. Bir dəyişiklik olmadı xanım Zeynəb. Əgər hicabı xanımlar xanım Zeynəbdən öyrənsələr, kamil hicablı olacaqlar. Yox, əgər serialdan öyrənsələr, onu öyrənməsələr yaxşıdır. Ki, o Həzrəti Nuhun misalı. Keçən dəfə onu demişdir. Yadınıza gəlir? Şeytan Nuh'a nə dedi demədi, nə dedi demədi. Axırda şeytan dedi ki, yaxda dediklərimin heç birini demirsən, bir dənə deyirəm, Bismillahirrahmanirrahim. Dedi, onu da demirəm. Dedi, bu ki Allah'ın adıdır, niyə demirsən? Dedi, buna görə demirəm ki, onu sən mənə deyirsən. Xanım, fikirləşmə ki, hicabdıdan necə olur olsun. O hicab ki sənə serial deyir, lazım deyil o hicab sənə. O hicabı ki sənə şeytan deyir, lazım deyil o hicab sənə. Başqa bir ayə var. Allah xanımlara dedi ki, zinət əşyalarımızı naməhrəmə göstərməyin. Tezə şey çıxıb, daha hicab ki, mən üzr istəyirəm, müəyyən yerləri örtür, hicabın üstündən zinət əşyası taxırlar. Haramdır. Gedin baxın, tamam məracinin nəzərlərinə, qızıl əşyasından, bəzək əşyasından xanımların istifadəsi haramdır. Eləməyin. Necə ki Allah səndən istəyib, o cür ol da. Danışıqva fikir ver, oturuşva fikir ver, duruşva fikir ver, məscidə gəlişvə fikir ver, gedişvə fikir ver, girişvə fikir ver, çıxışva fikir ver. Allahın evinə gəlirsən. Birdən bir nəfər fərqi yoxdur. Kişisinə, qadınına desə ki, filan yerə get, amma bu formada getginən ki, sənə iş versinlər ya pul versinlər, gedəcəksən. Allahın evinə gələndə Allahdan nəsə almaq üçün xüsusi formalar var. Əgər o formalara uyğunlaşsın, sənə nəsə verəcəklər. Əgər o formalara uyğunlaşmasın, heç nə verməyəcəklər. Ona görə buyurur, فَلَا تَخْدَعْنَ بِالْقَوْلِ Danışanda incə səslə danışmayın. Peyğəmbərdən hədis var. Bu hədis xanımlar üçündür, yadlarında saxlasınlar. Peyğəmbər buyurdu ki, bir neçə şey var ki, kişilərdə qəbahətdir, qadınlarda gözəllik. O xüsusiyyət kişidə olsa, haram bir iş görür. Allahın rəhmətindən kənarlaşar. Əgər xanımda olsa, Allahın rəhmətinə yaxınlaşar və qadının qələbəsi deməkdir o xüsusiyyət. Biri təkəbbürlüdür. Əgər kişidə təkəbbürlü olsa, haram bir işdir. Allah deyir, mən onları sevmirəm, xoşum gəlmir onları. Peyğəmbər buyurdu, qadınlarda əksinədir. Qadınlar naməhrəmə qarşı, əlbəttə. Xanımlar bir deyiləm, təkəbbürlü yaxşı şeydir, ailəyə qarşı da, valideynə qarşı da, yox. Naməhrəmə qarşı, xanımların təkəbbürlüyü Peyğəmbər buyurdu, onları Allahın rəhmətinə yaxın eləyər və onların qələbəsi deməkdir naməhrəm üzərində. Xanım, naməhrəmin qabağında gərək özün təkəbbürlü aparsın, aciz aparmasın. Naməhrəmə özündən güclü baxmasın, zəif baxsın. Bu xanımın Allahın rəhmətinə qovuşmaq üçün vasitəsi. Ona görə xanım gərək hər halda davranışına fikir versin. Oturuşuna, duruşuna, danışmağına, deməyinə, gülməyinə. Birdən küçədə elə bir formada gülür xanım ki, bilmirəm da ona nə forma adı verəsən. Elə formada danışır ki, bilmirəm nə deyəsən o danışığa. Öz hətta məhrəmi ilə o formada gəzir ki, bilmirəm nə deyəsən o gəzməyə. Hər şeyin bir həddi var, hüdudu var, qaydası var, qanunu var. Əgər sən başına hicab örtmüsənsə, mömin sən də əgər üzündə saqqal saxlamısansa, heç olmasa küçədə gedəndə fikir verginən yerişir. Küçədə gedəndə özünü yığışdır. Elə formada deyib gülürsən ki, qıraqdan baxan sənin yervə xəcalət çəkir, sən xəcalət çəkirsən. Nə olsun məhrəmindir? Məhrəm bu deməkdir ki, ya elə küçədə də necə istəsən bəgəsən, yeriyə bilərsən, hərəkət edə bilərsən. Məhrəm məhrəmindir evdə. Bəlkə bu cür deyil. Bu cür deyil, yox. Evdə yekədir, çoxdur sənin üçün.
Məhrəmindir xəlvətdə. Ailənin içində adam məhrəmi ilə istədiyi rəftarı eləyə bilir, eləyə bilmir. Məhrəmin bir dənə məhrəmiyyət yeri var, o da xəlvətdir və salam. Görsən evdə qızın ayrı otaq olur, oğlun ayrı otaq olur, valideynin ayrı otaq olur, qonağın ayrı otaq olur. Hamısı ayrı-ayrıdırlar bunlar. Və lavın ki o qonaq sənin valideynindir. Sən kötünsən bir yerdə yaşırsan, valideyn sənin evdə aton ya anon, qonaq gəlib da, anadan məhrəmi ki yoxdur, bir həddidə. Evin qonaq otağı var, heç kimə məxsusdur. Orada hamısı bir-birindən naməhrəmdir. O cür deyil ki, kimdə o cür olmasa, onda bir abıçı olur. Hərənin öz otağı ona məhrəmdir. Fikirləşmir məhrəmlik elə rahatçılıqdır da, bu mənim əmimdir, bu daimdir, yanında istədiyimi eləyə bilərəm. Xeyr, övlad, hər bir övlad öz yatdığı yerindən durub qonaq otağına, mətbəxə, elə yatdığı formada gələ bilər, gələ bilməz. Hətta evi, valideyni bəzən qardaş bacıya, bəzən bacı qardaşa naməhrəmdir. Əlbəttə o məxsus həddiləri deyirəm mən. İndi bu kişinin oğlu dindirirsən, deyir, kəbin də kestirmişəm da, kaş heç kəbin kestirməyəydin sən. Da başqasını demirəm mən. Küçə deyir, yanında adam özünə fikir verər, vicdanın şərəfin olsun. Tezə şey çıxıb, mən bilmirəm, mən eşitdiyimə görə bu məsələni xanımlar ağaların üstünə yıxıblar. Mən təəssüf edirəm, mən Allah şahiddir, Qurana and olsun, mən xəcalət çəkirəm o sözü deməyə. Təəssüf də budur ki, onlar namaz əhlindən olan insanlardır. Xanımları hicabla, hicaba uyğun paltar geyinmirlər. Deyəndən niyə bu tür geyinirsən? Deyir, nişanlımdır ki, gərək enli paltar geyinməsin. Kül sənin kişi təbi. Necə yəni nişanlın deyir? Sənin nişanlın bəlkə Allahdan çox bilir. Allah ömrünün uzun eləsin o cəhlim olur. O bizim ustad dedi ki, belə bir nəfər ki hicab örtmək istəmir xanım, ona bir dənə söz deyin. Allahdan çox bilirsənsə örtmə. Desə birdən niyə? Dedi, Allah bir ört də. Sən demirsən örtmürən, onda Allahdan çox bilirsən də. Yox desə, estağfurullah, bunu da hamısı deyəcək ki, yox mən Allahdan çox bilirəm. Onda ört də, Allah deyir ört də. Hindi hicab örtmürsən, Allah deyir, hicaba uyğun geyin də. Yox, əgər geyinmirsən, mənasında Allahdan çox bilirsən sən. Onu da bilə bilmərsən. Uyğunlaş da buna. Niyə? Çünki bu bir dənə xəstəlikdir ki, Allah bu sahədə həm xanımlarımıza, həm ağalarımıza şəfa versin inşallah. Amin.